Salam dostlar, bugünkü videoda parabolaya aid 4 məsələnin izahını verəcəm. Bundan əvvəlki video dərsə parabolanın kanonik tənliyinin isbatını vermişəm. Bugün də kanonik tənliyin isbatını verməyəcəm, birbaşa məsələlərin izahını deyəcəm. Deməli, birinci sualımız belədir. Sualın şərtini oxuyacağım, təbii ki, lövhəyə yazmayacağım. Deyir ki, parabola OX oxuna simmetrik olub, təpə nöqtəsi koordinat başlanğıcından keçir. M-3 nöqtəsindən keçdiyini bilərək parabolanın tənliyini yazın. Deməli, birinci məsələmiz. Deyir ki, parabola OX oxuna simmetrik olub, təpə nöqtəsi koordinat başlanğıcındadır və M-3 nöqtəsindən keçir. -3 nöqtəsindən keçdiyini bilərək deyir ki, parabolanın tənliyini yazın. Parabolanın tənliyi necə idi? Y kvadratı bərabər idi 2px. İndi bu nöqtədən keçirsə, o zaman x-in yerinə -3, y-in yerinə 3 yazıb biz bu p parametrini tapa bilərik. Yazıram burada 9 bərabərdir 2p vurulsun. X-in yerinə nə yazacağım? -3. Buradan da p-ni neçə tapırıq? P bərabər olacaqdır. Mənfi neçə? 9 bölünsün 6. Bu da x-ə aparsaq 3'ə. Burada olacaq neçə? -2'də 3. P bərabərdir nəyə? -2'də 3'ə. Bizdən nəyi soruşurdu? Parabolanın tənliyini soruşurdu. O zaman y kvadratımız bərabər olacaqdır. 2px, buna da vuranda olacaq neçə? -3x şəklində. Yəni parabolanın kanonik tənliyinin yazılışı budur. Bundan istifadə edirik. Tapırıq. Bu qədər asan. İkinci sualımız deyir ki, y kvadratı bərabərdir 8x parabolası üzərində direktrisindən 4'də bərabər məsafədə yerləşən nöqtəni tapın. Deyir ki, y kvadratı bərabərdir 8x parabolası üzərində direktrisindən 4'də bərabər məsafədə yerləşən nöqtəni tapın. Deməli, y kvadratı, ikinci məsələ. Y kvadratı bərabərdir 8x. Deyir ki, parabolası üzərində direktrisindən 4'də bərabər məsafədə yerləşən deyir ki, nəyi tapın? 4'də bərabər nöqtəni deyir ki, tapın. Y kvadratı bərabərdir 8x. Deməli, buradan 2p'miz nəyə bərabərdir? 2p'miz nəyə bərabərdir? 8'ə. Buradan da p'ni tapdıq neçə? 4. O zaman direktrisindən deyir ki, p oldu neçə? 4. Direktrisindən deyir ki, 4'də, direktrisindən 4'də bərabər məsafədə yerləşən nöqtəni tapın. X üstə gəlinsin, p bölünsün 2 bərabərdir 4. Niyə p bölünsün 2 yazırıq? Keçən bundan əvvəlki video dərsə baxsınız, bilərsiniz də. Mən nədən danışıram? Bax, parabola nə formada olur? Məsəl üçün, parabolanı orada qeyd eləmişdik. Elə seçmişdik ki, təpə nöqtəsi koordinat başlanğıcında olsun. İndi burada fokus nöqtəsini qeyd eləmişdik. Burada da nə idi? D düz xətti, direktrisdir. Bax, buradan bura qədər məsafəni p qəbul eləmişdiksə, o zaman bu məsafə nə olur? P bölünsün 2. İndi bizə də deyir ki, direktrisindən 4'də bərabər məsafədə yerləşən. Bu F fokus nöqtəsi, bu da ki D nöqtəsi. Buradan bura qədər məsafəni biz P qəbul eləmişdik də. O zaman bura nə olur? P bölünsün 2. Ona görə x üstə gəlsin P bölünsün 2 bərabərdir 4 yazaraq. 4'də deyir ki, bərabər məsafədə yerləşən nöqtəni tapındır. Gətirək yerinə qoyaq. X üstə gəlinsin. P 4-dirsə olacaq 4 bölünsün 2 bərabər 4. X nəyə bərabər oldu? 2'yə. X bərabərdir 2'dir. İndi x 2'yə bərabərdirsə, o zaman y kvadratı nəyə bərabərdir? Y kvadratı bərabər olacaq 16. Y də bərabərdir plus minus 4. Yəni ki, olan nöqtələr hansılardır? X bərabərdir 2 olduqda y -4 olur. Bir də ki, və x bərabərdir 2 olduqda y neçə olur? Müsbət 4 olur. Belə, həmin nöqtələr, bax, bunlardır. Fərz elə ki, bax, buradadır. Fərz elə ki, buradadır. X bərabərdir 2 olduqda y deyirəm ki, nəyə bərabərdir? 4'də bərabərdir. Bir nöqtə budur. Aydın oldu. Bir də ki, fərz elə ki, bax, buradadır. Burada bax, -4. Həmin nöqtələr, bax, biri budur, bir də ki, budur. Buradan bura direktrisə qədər olan məsafə nə qədərdir? Deyir ki, 4'ə bərabərdir. Belə. Həqiqətən də, bax, P4'dür. P bölünsün 2'miz nə olur? 2, buradan bura 2, buradan bura 2. Yəni, buradan bura məsafə nə olur? 4 olur da. İndi tam dəqiq çəkməmişəm. İndi millimetr söhbət ola bilər. Təxmini çəkdim ki, başa düşməniz üçün. Üçüncü sualımız
Buranı silək. İkinci məsələmiz. Üçüncü məsələmiz belədir. Deyir ki, y kvadratı bərabərdir 4x çıx 8 parabolasının tənliyini olduğunu göstərin. 4x çıxsın, y kvadratı bərabərdir 4x çıx 8 funksiyasının parabolanın tənliyi olduğunu göstərin və onun təpə nöqtəsinin koordinatlarını tapın, p parametrini tapın. Sonra da deyir ki, direktrisinin tənliyini yazın. Göstərək. Üçüncü məsələ. Deyir ki, y kvadratı bərabərdir 4x çıxsın 8 funksiyasının parabolanın tənliyi olduğunu göstərin və bunun təpə nöqtəsinin koordinatlarını tapın. Təpə nöqtəsinin koordinatlarını p parametrini tapın. Direktrisinin tənliyini də deyir tapın. Yaxşı, biz buradan 4-ü mötərizə xaricinə çıxarsaq, nə olur burada? X çıxılsın 2. Parabolanın tənliyi necədir? Y kvadratı bərabərdir 2px. O zaman buradan 2p'mizi 4'ə bərabər eləsək, p nəyə bərabər olur? 2. P bərabərdir 2. Bu x çıxılsın 2 də o deməkdir ki, parabolanın təpə nöqtəsi, yəni parabolanın özü belə deyək, x oxunun müsbət istiqaməti ilə 2 vahid hara sürüşmüşdür? Sağa sürüşmüşdür. Yəni təpə nöqtəsinin koordinatları oldu. Buradakı bir B nöqtəsidir. Təpə nöqtəsinin koordinatı olacaq. O zaman neçə? 2, 0. X bərabərdir 2 olduqda nəyə bərabərdir? 0-a. X bərabərdir 2 olduqda 0-a. Sonra nəyi soruşurdu bizdən? Direktrisin tənliyini tapın. O zaman x də bərabərdir nədir? P bölünsün 2 olduğuna görə P-ni də tapmışaq neçə? 2. 2 bölünsün 2, 1. X bərabərdir 1 düz xətti bunun direktrisinin tənliyidir. Təxmini də olsa bunun qrafikini çəkirəm. İndi deməli parabola nə olmuşdur? 2 vahid hara sürüşmüşdür? 2 vahid sağa sürüşmüşdür. Təki təpə nöqtəsi burada yox. Bax, 1 deyirəm ki burada. 2. Belə bir şey. Biraz belə. Onlar aralı. Yer 4'ə vurulub. X bərabərdir 1 düz xətti də. X bərabərdir bax 1 düz xətti. X bərabərdir 1 düz xətti. Bu nədir? Bunun direktrisidir. Direktrisinin tənliyi. X bərabərdir 1 düz xətti. Bunun direktrisinin tənliyidir. Aydın oldu. Buradakı parabola biraz çox elədim. Araladım. Niyə araladım? Əslində 4'ə vurulduğuna görə. Yəni ki araladım da. Məsələn X-ə 3 verəndə 3-dən 1, X-ə 3 verdikdə Y-in qiyməti neçə olur? 4. Biraz çox aralamışam. Bax, belə ola bilməz. X-ə məsələn 4 verdikdə 8 olacaq. Belə biraz çox aralamışam. Lap belə yox. Biraz çox aralamışam. Təqribən bax belə bir şey. Təqribən lap belə bir şey də. Yəni buradan belə, buradan da bax belə. Dördüncü məsələni. Dördüncü məsələmiz belə bir məsələdir. Deyir ki, təpə nöqtəsi 4-1 olan, təpə nöqtəsi 4-1 olan parametri P bərabərdir 3 və oxunun istiqaməti OX oxunun əksinə yönəldiyini bilərək parabolanın tənliyini yazın. Deyir ki, təpə nöqtəsi 4-1 nöqtəsində olan, təpə nöqtəsi 4-1 nöqtəsində olan parametri P bərabərdir 3 və oxunun istiqaməti OX oxunun əksinə yönəldiyini bilərək parabolanın tənliyini yazın. Təpə nöqtəsi deyir ki, təpə nöqtəsi 4-1 nöqtəsində olsun və parametri P bərabərdir
3 olsun və oxunun istiqaməti o x oxunun əksinə yönəldiyini bilərək parabolanın tənliyini yazın. Biz parabolanın tənliyini bilirik ki, necədir? Y kvadratı bərabərdir 2px. İntihar nöqtəsinin 4-1 nöqtəsində olması üçün biz bunu necə yaza bilərik? Y çıx 1-in kvadratı bərabərdir. P neçədir? 3. 2 vurulsun 3, 6. Və bu x də bu olması üçün x çıxısını necə yazacaq? 4 şəklində. Mötərizələri açsaq, alacaq nə? Y kvadratı çıx 2y üstə gəlinsin 1 bərabərdir. 6x çıxılsın neçə? 24. Biz hesabladıq. Bir dəqiqə üzr istəyirəm. Burada bir şey şərti yaddan çıxartdım. Deyir ki, oxunun istiqamətini o x oxunun əksinə yönəldiyini bilərək. Ona görə burada biz nə yazacağıq? Mənfi işarəsini qoyacağıq. Mənfi işarəsini qoyacağıq. Mənfi işarəsini qoyacağıq. O x oxunun əksinə yönəldiyini bilərək. O zaman mənfi olduğuna görə burada da olacaqdır mənfi 6x üstə gəlinsin nə olacaqdır? 24. O x oxunun deyir ki, əksinə yönəldiyini bilərək. Bu şərti nəzərə almamışam axı burada. Bu mənfi işarəsini qoymalıydım orada. Belə. Sonra buradan x-i tapaq. Mənfi 6x bərabərdir nəyə? Y kvadratı çıx 2y çıx neçə olur? 23. Mənfi 6'yı da bölək. X də bərabərdir. Mənfi 6'da 1 y kvadratı üstə gəlinsin 3'də 1 y üstə gəl 6'da neçə? 23 şəklində. 3'də 1 y üstə gəlinsin 6'da 20 şəklində. Belə. Bu da parabolaya aid 4-cü məsələmizin izahı. Bu qədər. Sağ olun. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənə dək.